Deməli belə. Çingiz müəllimin PDF-inin riyaziyyatını izahına başlayırıq. 31-ci sualda deyir ki, verilmiş ədədin düzgün yazılışı hansıdır? Təbii ki, şagird mərtəbə adlarını bilməlidir. Deməli, burada biz də qoy yeşəldək daha rahat görünsün. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyonluq. Burada baxırıq ki, ədədimiz milyondan başlayır və muncuqları saymağa başlayırıq. 1 və mən təklif edirəm ki, şagirdlərə başa salın ki, mütləq muncuğu sayanda nöqtə ilə işarə eləsinlər ki, çünki istər-istəməz sayanda belə deyək, atlaya bilərlər. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, onluq mərtəbəsində 8 var. Yüzlük mərtəbəsində 1, 2, 3, 4. Yüzlük mərtəbəsində 4 ədəd var. 1, 2, minlik mərtəbəsində 2 ədəd var. 10 minlikdə 1, 2, 3, 4, 5. 100 minlikdə 1, 2, 3, 1, 2, 3, 4, 5, 6, 7 dənə də burada olmuş olacaq. Və ədədin oxunuşu necədir? Dəyərli valideynlər, 3 sağdan sola sayılır. 1, 2, 3. 1, 2, 3. İndi oxuyuruq. Deməli, bu bizim təkliklər sinifimizdir. Bu bizim minliklər sinifimizdir. Bu da milyonluqlar sinifimizdir. Deməli, ədədimiz nə olur? 7 milyon 352 min 481. Bu da A variantı olmuş olacaq. Davam edirik ikinci sualına. İkinci sualda bizə deyir ki, aşağıdakı kvadrat və dairələrdən istifadə edilərək düzəldilmiş bir şəkil ardıcıllığının ilk 3 addımı verilmişdir. Buna əsasən 9-cu addım neçədir? 9-cu addımda istifadə olunan dairə və kvadratların ümumi sayını tapın. Mən baxıram ki, mən bu məsələni uşaqlara izah eləyəndə deyirəm ki, uşaqlar, birinci addımı gördünüz, ikinci addımda görürsünüz də neçə artıb. Dairə 1 idi, olub 2, kvadrat 2 idi, olub 4. Deməli, dairə 1 artır, kvadrat da 2 artır. Sizdən 9-cu addım soruşduğuna görə birbaşa 1 dairə olduğu üçün 1-i 9-a, 2 kvadrat olduğu üçün 2-ni də 9-a vurun. Sonra cəmləyin. Çünki bizdən soruşur ki, dairə və kvadratların ümumi sayı nə qədərdir? 2-ni 9-a vurduq elədi 18. 1-i 9-a vurduq elədi 9. 18-in üzərinə 9 gələndə eləyir 27. Demək ki, burada 27 fiqur olmuş olacaq. Davam edirik növbəti sualına. Belə. Növbəti sualımız sürət məsələləri haqqındadır. Deməli, bizə deyir ki, aralarındakı məsafə 450 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya 2 avtomobil yola düşdü. Əvvəlcə mən təklif edirəm ki, belə məsələlərdə mütləq şəkildən istifadə eləsinlər. Qarşı-qarşıya istiqamət. İstiqamətləri qoyun. Biz bilirik ki, qarşı-qarşıya hərəkət edən avtomobil müəyyən bir məntəqədə görüşəcəksə, yolu hər ikisi gəlmiş olur. Tutaq ki, bu sarı bizim yolumuzdur. Deməli, biri 70 ilə 70 km saatda 70 km sürətlə gəlir.
Biri saatda 80 km sürətlə gəlir. Mən indi bura vahidləri qeyd eləmirəm, daha aydın, açıq görünsün deyə. 70 biri gəlir, 80 biri gəlir. Bu iki fərqli sürətlə gələn avtomobillər hər ikisi yolu bitirməyə belə deyək, cəhd edir. Deməli, bunların sürətləri toplanır. Onsuz da mən bunu Instagram səhifəmdə də qeyd eləmişəm. Sürət məsələlərini qarşı-qarşı, əks, eyni. Qarşı-qarşıya hərəkətlərdə sürət toplanır. S bərabərdir. V1 üstə gəlmək, V2 vurulsun zaman. Məndən soruşur ki, onlar neçə saatdan sonra görüşərlər. Mən sürəti gördüm. Mənə çünki açıq-aşkardır ki, sürəti budur, digərinki də budur. Məsafə 450 kilometrdir. Yol, yəni. Biz demişik ki, S yol deməkdir. Deməli, mən birbaşa düsturun altına yazıram 450. Bərabəri qoyuram. Çünki mənə deyir ki, S 450. Düsturda nə var? Bir-bir yerinə 30 dururam elə bil. Daşları bir-bir yerinə qoyuram. 70 üstə gəlmək 80 vurulsun. Məndən T-ni soruşur. Mən T-nin yerinə X qoyuram. Yəni məhsul, bunu axtarıram. 450 bərabərdir. 70 üstə 80 eləyir 150. Mötərizənin için tapıram. Vurulsun X. Təbii ki, buradan da bu hissə ağdır deyə bura yazıram, daha aydın görünsün. X bərabərdir 450. Mən öz şagirdlərimə kəsir xətti ilə bölməni öyrətmişəm. Çünki bu daha rahatdır. Demişəm ki, uşaqlar, belə bölmə daha rahatdır. 0-dan 0-ı ixtisar apardıq. Çünki artıq kəsirləri keçmişik, ixtisar bilirik. 45-i də 15-ə böləndə eləyir 3. Demək ki, 3 saat sonra onlar görüşmüş olacaqlar. Növbəti izaha baxaq. Aşağıdakı deyir əməllərin nəticəsi biri fərqlidir. Deyir ki, aşağıdakılardan biri fərqlidir. Uşaqlar, bu çox sadə, primitiv sualdır. Təbii ki, çətin sualların yanında primitiv suallar da sizə veriləcək. Təbii ki, siz bir-bir oturacaqsınız, hesablayacaqsınız və görəcəksiniz ki, sizdə fərqli cavab B variantı olmuş olacaq. Növbəti suala baxaq. Bizə deyir ki, yataqxanalı təqaüd imtahanına hazırlaşan Davudun həftənin 5 gün ərzində həll etdiyi sual sayları aşağıdakı cədvəldə verilmişdir. Bu cədvələ əsasən Davudun həftəlik həll etdiyi sual sayı nə qədərdir? Baxın, bəzi şagirdlər adi rəqəm səhvi ucbatından belə tapşırıqları səhv edirlər. Diqqətləri dağınıq uşaqlar, təbii ki. Fikir verirsiniz variantlarda rəqəmlərin oxşarlığına. Mən təklif edirəm ki, kimin övladının diqqəti dağınıqdır. Belə sualları həll eləyəndə yüzlük, onluq, təklik mərtəbələrini ayrı-ayrı toplasınlar. Sadə, primitiv yol. Deməli, 187-də nə var? Qoyun qələmin rəngini dəyişək, daha aydın olsun. Nə var? 100. Doğrudurmu? Sonra nə var? 80. Sonra nə var? 7. Çərşənbə axşamı yüzlüyündə nə var? 200. Onluqda 20. Təklikdə 5. Çərşənbə günü 100. Onluqda yenə 20. Burada isə 4. Təklikdə 4. Cümə axşamı 200. Burada 40. Burada isə 7. Cümə günü. Burada 300. Onluqda 300. Burada 20. Burada da 8 olmuş olacaq. İndi keçirik bunları hesablamağa. El altından birbaşa xətt çəkirik. Sıfırları olduğu kimi yazırıq bura. Deməli, 1, 3, 4, bu da 5. Bura oldu 9. Bu oldu 900. Bu 8 ilə 2, 10.
12, 16, 18. 18-in yanına bir 0. Bura elədi 180. Bunu niyə eləyirəm? Rəqəm yadda qalanı itirirlər. Bir rəqəmi itirirlər uşaqlar. Rəqəm səhv eləyirlər. Variantlarda da rəqəmlər bir-birinə çox bənzəyir. Bunu ona görə eləyirəm. 7 ilə 5-i toplayanda 12. Bu 8 ilə 12-ni toplayanda 20. 20-nin də üstünə 4 ilə 7, 11 eləyir. 11-i gələndə cavab eləyir 31. Yerdə qaldı indi 3 ədədi bir-biri ilə toplamaq. Toplayırıq. 900 üstə gəlmək 180 üstə gəlmək 31. 1 8-in üstünə 3 gələndə 11, yenə 1, 1 yadda. 9-un üstünə 1 gələndə 10, üstünə də 1 gələndə yenə 11 olmuş olacaq. Cavab D variantı olacaq. Növbəti PDF-in izahına, səhifənin izahına keçək.